Diqqətlə mənə qulaq as, Qarabağla bağlı ən son transfer xəbərləri nədir? Qardaşımdan eşit. Qulaq asırsan, səhifəni də başda takip eləməyə. Mən başlayıram. Leandro Andrade'nin əmisi oğlu Telmo Arkanjon'u almaq istəyir Qarabağ. 25 yaşlı Winger Portuqaliyada hal-hazırda Vitória klubunda oynayır. Hətta bir müddət bu futbolçunun Qarabağa gəlmək ehtimalı da olub, ancaq sonradan alınmayıb. Qarabağın heyətinə qatmaq istədiyi digər futbolçu Taofik İsmail'dir. Nigeriyalıdır. 26 yaşı var. Sol cinah Wingeridir. Polşada Gurnik'de oynayır. Polşa mətbuatının yazdığına görə Qarabağ Taofik İsmail'e görə 700 bin avro xərcləməyə hazırdır. Qarabağ Apoel'dən Diego Rosa'nı 200 bin avro qarşılığında icarəyə götürmək də niyyətindədir. Gələn yay 1 milyona bir dəfəlik almaq şərti ilə. Ancaq Apoel hələlik təklifə cavab verməyib. Rosa ilə bağlı Qurban müəllimə sual da veriblər mətbuat konferansında. Qurban Qurbanov isə sualı eşidib gülüb və bilmirəm deyib. Bu arada məlum olub ki, Dani Bolt gedir Qarabağdan, Kevin Medina aparır Dani Bolt'u Malayziyanın Johor klubuna. Qarabağa qarşıda Twente'nin cavab qarşılaşması gözləyir. Yaxşı, bəs sən nə gözləyirsən komandamızdan? Fikirlərimi yaz gəlsin rəy bölməsinə, gözləyirəm. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə aydır ulcerativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.